və müştəri üzrə bölgüləri. Hədəfi menecerlərə verməyi bacardıq. Eyvallah, super. Mənim menecerim bildi ki, bu istiqamətdə bu qədər bazar payı var. Bu bir 10% mənə ki, bu il artıracaq. Harda artıracaq? Lider idarəçilik deyirik ya. Bunlar hamısının hesab kitabı burada olmalıdır. Harda artıracaq? Mən lider olaraq, patron olaraq buna yolu göstərməliyəm ki, sənin fürsətlərin hardadır? Falan obyekt var, onun dövriyyəsi budur. Mən təsbit etmişim, artıq xəritə mənim qabağımdadır. Mən bundan 1% ala bilsəm, mənim üçün çox böyük dövriyyədir. Nəinki kiçiklərinə daha çox vaxt aparsam. Birinci o böyük müştərilərdən. Onlardan nə paylar aldım, o fürsətləri və alınan o menecerə də verilən o hədəfləri, o müdirə də verilən o hədəfləri o böyük müştərilər üzərində bölməyi bacarmalıyıq. Yəni aşağı-yuxarı bölsən ki, bunda daha çox iş var. Çünki bəzən o menecer hamısı peşəkar ola bilməz ki, mən illa da mən böyüyəcəm deyib ən kiçikindən gedib yapışar. Baxırsan ki, burada böyüyə biləcək zaten kapasitə bəllidir, kiçikdir. Mən həmişə menecerlərə deyirəm bunu. Bəzən sizin gedib deyirəm, o saatlarla o kiçik müştərinin yanında təqdimat eləməyiniz nəticəsində 1000 manat dövriyyə olacaqsa, o 15 dəqiqə əlavə o böyük müştəri ilə görüşüb 10.000 manat ondan sifariş ala bilərsən. Yəni bu o demək deyil kiçik müştərilərə önəm verməyin, baxmayın, yox. O öz yerində. Amma bir şirkəti, bir biznesi ayaqda tutan böyük müştərilərdir. Ona görə də o böyük müştəriyə ən güclü, ən peşəkar satçını göndərəcəksiniz, meneceri göndərəcəksiniz. İşin ən gözəl şəkildə yerinə yetirə bilən logistikçisini göndərəcəksiniz, sürücünü göndərəcəksiniz. Çünki onlar bizim olmazsa olmaz tərəfimizdir.